Salam qızlar, necəsiz? Nə var, nə yox? Yenə hazırlaşdıq, yenə gedirik. Amma bu səfər həm qalmağa gedirik, həm gəzməyə gedirik, həm istirahətə gedirik. Belə deyim, amma bu dəfə fərqlidir. Bu dəfəki gəzməyin pulunu mən ödəyəcəm. Deyin niyə? Çünki mərcə girmişdik. Yoldaşım heç vaxt inanmırdı ki, mən bu yolda qazanc qazanacağam, addımlayacağam və irəli gedəcəm. Və dedim ki, əgər mən bu yolda qazanc qazansam, addımlasam, yayda hər hansısa bir tətilimizin ödənişi mənlikdir. Və hal-hazırda Azərbaycanın çox gözəl, görməli yerlərindən birinə gedirik. Amma deməyəcəm hara gedirik, siz tapın, rəylərdə yazın görək. Biz hara gedirik? Bir dənə tio verə bilərəm ki, qozu ilə, fındığı ilə çox məşhur bir yerimizdir. Bugün də ora gedirik gəzməyə. Gedərkən də evləri dedim dərindən yığışdırım. Dərindən amma yığışdırmadım. Düzü ədyalı falan çırpmadım. Baduşkanı da heç aparıb çırpmadım. Çünki gecikirdik. Həqiqətən də tez çıxmalıydıq. Və qızlar, siz də mənim kimi evdən çıxmadan aylıq gəlir qazanmaq istəyirsinizsə, bax belə mənim kimi pula pul deməmək istəyirsinizsə, haydi qoşulun. Yazın mənə, mən də sizi öz komandama dəvət edin və mən burada qeydiyyatlara 100% kömək edirəm. Belə qızlar, çıxıram. Burada da artıq çantamı falan yığdım. Çıxırıq. Bir də bir şey deyim. Çox adam deyir ki, o baduşkalar niyə dəyişmirsiniz? Çünki inanın ki, mən baduşkamı dəyişəndə heç cür rahat yata bilmirəm. Mənə bu baduşkalar çox rahatdır deyənə mən ancaq bunlarla yatıram. Və rəylər bölməsinə hara getdiyimizi tapın.